Карандаш, чудо-карандаш, он вообще кому рекомендуется? Это людям с сухостью глаз, размытым зрением и отеками, особенно пожилым людям, пожилым, возрастным. Тем, кто много работает с компьютером, с телефонами, офисные сотрудники, студенты, программисты, им рекомендуют. Пользователям тактных линз, которые испытывают сухость и дискомфорт в глазах. Людям с усталостью глаз, особенно водителям, научным работникам, студентам, готовящим к экзаменам, тем, кто хочет улучшить внешний вид глаз, убрать тонкие морщины, темные круги вокруг глаз, мешки. Просто наносишь его с закрытыми глазами, наносишь этот шарик, жидкость проведешь от брови по кругу, к виску, затем вниз, под глаз, избегать попадания внутрь. Так, движения должны быть мягкими, от внутреннего угла к наружному. После нанесения закрытого глаза немного нужно отдохнуть. Можно слегка поморгать, размять глаза. Использовать его можно 3-4 раза в день. У кого есть глазное давление, она тоже очень помогает. Hər vaxtınız xeyir olsun əziz həmvətənlər. Bugün mən sizlər üçün maraqlı bir məlumatı verəcəm. Məlumat birbaşa sağlamlıqla əlaqəli olduğuna görə güman edirəm ki, hər birinizin marağına səbəb olar. Mən sizə bugün bir unikal məhsul haqqında, möcüzəli karandaş adlı bir məhsul haqqında danışacağım. Bu formada olan bir məhsuldur. Bu bir flakondur. Sadəcə buna möcüzəli karandaş adlandırılır. Niyə? İndi mən deyəcəm. Bu flakon belə açılır. Üst tərəfində rolik var və bu rolik istifadə etməklə, yəni bu məhsuldan istifadə olunur. Bu məhsul nədir? Bu 33 bitkinin reseptindən hazırlanmış bir məhsuldur. Çin şirkəti tərəfindən bu məhsul hazırlanmışdır və insanlara təqdim olunur. Bu məhsul nə üçündür? Bugün bilirsiniz ki, texnologiyanın inkişaf edən bir dövrüdür və bugün hər birimiz müəyyən avadanlıqlardan istifadə edirik. Ən azından götürək, hər birimiz telefondan istifadə edirik. Və bu avadanlıqların istifadəsi təbii ki, bizim gözümüzlərimizdə bir narahatlıq yaradır. Problemlərə, fəsadlara yol açır. Yəni, narahatçılıq olur da, bilirsiniz də, yəni. Amma artıq bu narahatçılığı məhz bu möcüzəli karandaşla biz aradan qaldıra biləcəyik. Çünki bu möcüzəli karandaş Tibet təbabəti resepti ilə hazırlanmışdır. Siz bilirsiniz ki, Çin təbabəti Tibet təbabətinə söykənir. 5000 illiklər, yəni minilliklərə söykənib də bu Tibet təbabəti, yəni bugünkü gündə onların təqdim etdiyi məhsullar doğrudan da insan orqanizminə çox böyük bir müsbət təsirini göstərir. Və bu baxımdan mən özüm də bu məhsulu aldım, bunun istifadəsini edirəm və istifadə edən andan bunun təsirini gördüm. Çünki mənim işimlə əlaqədar. Ümumiyyətlə, iş olmadı, hamımız telefondayıq da, yəni telefonla istifadə edirik. Biraz artıq olan kimi gözüm yaşarırdı, azışırdı və s. Hələlik ilk gündən mən bu problemlər məndə yox olub. Yəni gözüm yaşarma yoxdur, azışma yoxdur, sulanırdı və s. Və istifadəni davam etdirirəm. Bu məhsul, yəni göz ətrafı problemləri həll edə bilir. Göz yorğunluğunu götürür. Göz təzyiqini götürür. Yəni gözdə qan dövranını normal işləməsini təmin edir. Sadəcə bunu necə istifadə edirik? Deməli, mən indi göstərəcəm. Flakonu götürür, açırıq qapağını. Qaşımızdan başlayaraq çəkirik
giczaha kimi və oradan da gətiririk göz altına. Və eyni zamanda keçirik sol tərəfə, sol gözümüzə və təzədən həmin formada dövriyə elətdiririk. Aydındır mı? Və bunu biz edən kimi artıq məhsul öz təsirini dəri vasitəsilə göstərir. Yəni, dəri vasitəsilə bizim artıq gözün içərisinə. Amma bir dənə diqqətli olun ki, gözümüzə bu düşməsin. Yəni, çox təhlükəlidir, yəni çox yandıra bilər və yaxud başqa fəsadlar ola bilər. Gözlü yumru şəkildə biz bunu gözümüzün ətrafına dövr elətdiririk. Gündə 3-4 dəfə bunu istifadə etməklə dediyim problemlərimizi həll edə bilirik. Yəni, bugünkü gündə artıq insanlar var ki, eynəklərindən hətta azad olublar. Mən də o günü gözləyirəm, hətta bugünkü gündə. Ona görə də bu məhsulu əldə edin, istifadə edin, öz sağlamlığınızı qoruyun, gözlərinizdən müğayət olun. Göz elə bir orqandır ki, bilirsiniz ki, digər orqanlarsız kesinmək olar. Amma göz elə bir problemdir ki, göz mümkün deyil də, yəni gözsüz həyat yoxdur da, belə deyək. Məhsulu alın, istifadə edin, təsirini görün, gözünüzü qoruyun və bundan başqa bu digər çox sayda problemləri həll edə bilir. Qulaqda ağrı, eşitməməzlik, katarakta kimi, yəni digər göz xəstəlikləri və yaxud qripsə burun kənarlarına istifadə olunur və yaxud bir sözlə, yəni ağrı olan nahiyyə bu sürtüləndə, çəkiləndə o ağrı gedir. Amma mütəmadi bunun istifadəsi təbii ki, artıq müalicəvi proses olaraq gələcəkdə problemlərdən qurtulmuş olursunuz. Əgər sizin üçün bu məhsul istəyirsinizsə, maraqlıdırsa, onu almaq, əldə etmək istəyirsinizsə, mütləq mənimlə əlaqə saxlayın. Mən sizə bunu hardan, necə əldə etməyini göstərəcəm. Diqqətinizə görə minnətdaram.